Şəhidlik fəlsəfəsi nə deməkdir? Çox eşitmişsiniz bu haqda. Şəhidlik fəlsəfəsi sizin başa düşəcəyiniz bir kəlmə ilə deyirəm. Şəhidlik fəlsəfəsi yəni vəzifədən artığını etmək. Vəzifədən ziyadə, borcdan artığını etmək. Bir var, əskər deyir ki, mənim borcum nədir bu günləri? Bunu belə eləyim, belə eləyim. Bir də var ki, əskər deyir ki, mən borcumdan artığını etməliyəm. Bu, hər sahədə belədir. Baxın, müəllim əgər yalnız vəzifəsini düşünürsə, mənim borcum nədir, bunu eləməliyəm. Bir də var, bəzi müəllimlər var ki, deyir ki, borcumdan artığını etməliyəm. Yazısı düşünür ki, mən borcumdan artığını, bazardığımdan artığını etməliyəm. Mübarizdən heç kim tələb eləmirdi ki, getsin, belə eləsin. O, əskər kim postunda dayanmışdı, vəzifəsi o postu qorumaq idi və salam. Amma o, vəzifədən artıq bir şey etdi və ona görə tarix onu əbədiləşdirdi. General Polad Həşimovun həyatını oxuyanda biz nə görürük? Görürük ki, bu insanın həyatında vəzifədən ziyadə şeylər var. Yoldaşı danışır, uşaqları danışırlar ki, evdən bəzi şeylər aparırdı əskərlərlə. Evə bəzi şeylər alıb gətirirdi. Biz düşünürük, bizə gətirib, sən də əskərləri üçün alıb. Öz maaşından, şəxsi maaşından dünyanı nə xilas edəcək? Vəzifədən artıq işlər görən adamlar. Kim xilas edəcək? Bunlar formallıqla, borcla, vəzifə ilə bu işlər olan şeylər deyirlər.